Mini futbol üzrə Azərbaycan millisi növbəti tarixi uğura imza atdı. Millimiz Avropa çempionatının finalında Ukrayna millisi ilə qarşılaşaraq 2-0 hesabı inamlı qələbə qazandı və ardıcıl ikinci dəfə Avropa çempionu oldu. Beləliklə həm dünya, həm də 2 qat Avropa çempionu olan Azərbaycan millisi mini futbol üzrə dünyanın ən güclü komandalarından biri olduğunu bir daha sübut etdi. Millimiz çempionluğa gedən yolda qrup mərhələsində İngiltərə millisinə 1-0, İtaliya millisinə 3-0 və Fransa millisinə 3-2 hesablı ilə məğlub edərək qrupu maksimum nəticə ilə 9 qalla lider tamamladı. 8-də 1 finalda rəqibimiz bizə yaxşı tanış olan Qazaxıstan millisi idi. Xatırladaq ki, 2024-cü ilin Avropa çempionatının 4-də 1 finalında və 2023-cü ildə isə dünya çempionatının yarı finalında bu rəqibə məğlub olmuşduq. Bu dəfə isə millimiz revanşı alaraq 3-2 hesabı ilə qələbə qazandı və 4-də 1-ə finalda yüksəldi. 4-də 1 finalda millimizin rəqibi Çexiya millisi idi. Çexiya millisini 5-2 hesabı ilə darmadağın edər komandamız yarı finala vəsiqə qazandı. Yarıfinalda Serbiya millisi ilə qarşılaşan Azərbaycan millisi əsas vaxtda 1-1 hesablı ilə başa vuran oyunda penaltilər seriyasında 3-1 hesabı ilə qalib gələrək finala yüksəldi. Finalda isə Ukrayna millisini 2-0 hesabı ilə məğlub edən Azərbaycan mini futbol üzrə millisi Avropa çempionu adına sahib çıxdı. Böyük zəfərə imza atan milli komandamızı, məşqçi heyətinə və bütün Azərbaycan xalqını ürəkdən təbrik edirik. Azərbaycanın mini futbolunun şanlı tarix yazılmağa davam edir.